Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizlərə çox üzvlər dərsini izah eləyəcəyik. Birinci gəlir prizma. Prizma iki üzü bərabər bu üzlərə biz deyəcəyik oturacaqlar və uyğun tərəfləri paralel olan çoxbucaqlı, qalan üzləri paraleloqram olan çox üzlüyə prizma deyilir. Prizmanın şəkli bu formadır, mail prizmadır və düz prizmamız da budur. Və biz keçək burada indi əsas hissə qeyd eləyək ki, prizma oturacaqları n bucaqlıdırsa, ümumiyyətlə prizmanın növü həmin o oturacağındakı çoxbucaqlının növünə aiddir. Məsələn, üçbucaqlı prizma deyəndə oturacağı üçbucaqlı olur, dördbucaqlı deyəndə dördbucaqlı olur, beşbucaqlı deyəndə beşbucaqlı. Və üçbucaqdan etibarən onsuz da çoxbucaqlılar başlayır. Oturacağında n dənə olur təpə nöqtəsi. Məsələn, üçbucaqlı prizma deyəndə 3 dənə təpəsi olur. O üçbucağın 3 dənə də aşağıda olur. N dənə də aşağıda. Ümumiyyətlə bunların təpə nöqtələrinin sayı nə olacaq? 2n olacaq. Tellərin sayı, tellər isə həmin bu xətlərə deyəcəyik, parçalara deyəcəyik. N dənə burada olacaq, n dənə yan hissədə olacaq və n dənə də aşağıda olacaq. Ümumilikdə nə olacaq? 3n dənə tel sayı olacaq. Üzlərin sayı isə diqqət yetirsək görərik ki, burada məsəl üçün 3 bucaqlıdır deyə 3 dənə üzü olur. Məsəl üçün 5 bucaqlı olsa 5 dənə üzü. Deməli yan hissələrdə çox bucaqlının növünə görə, məsələn 5 bucaqlı prizmadırsa, onda orada yan tərəflərdə 5 dənə olur. Burada dəyişməyən bir şey sadəcə yuxarıda da oturacaq var. Bunlar oturacaqlar da aşağıda da və 2 dənədir. N bucaqlı olanda n dənə yan hissədə olur və 2 dənə də oturacaqdır deyə n plus 2 üzlərin sayı olacaq. Daha sonra diaqonallarının sayı n vursun n minus 3. Bunu da ki, çoxbucaqlının diaqonallarının sayının əsasən yadda saxlaya bilərsiniz. Sadəcə çoxbucaq diaqonal kəsiyi yox idi. Burada diaqonal kəsiyinin sayı n vursun n minus 3 bölünsün 2 olur. Baxın, burada olan yazılanları hissə mən sizə dedim. Yəni prizmanın oturacaqları nədirsə, n bucaqlıdırsa, bu prizma nədir? N bucaqlı. Məsələn, 3 bucaqlı prizma deyəndə oturacaqlar nə olacaq? 3 bucaq olacaq. Sonra prizmanın bir üzünə aid olmayan iki təpə nöqtəsini. Bir üzə aid olmayan bilirsiniz nə deməkdir? Yəni ki, bir üzə aid olmayan bu deməkdir. Bir üzə aid olmayan nöqtələri, iki təpə nöqtəsini birləşdirən parçaya prizmanın diaqonalı deyilir. Və bir üzə aid olmayan, niyə görə bəs burada bunu götürməlidir? Çünki buradakı üzü görürsünüz, bu üzə aiddir. Aid olmayanı bizə deyir. Sonra növbəti nədir? Prizmanın bir yan üzü üzərində olmayan iki yan tilindən keçən müstəvi ilə kəsinə diaqonal kəsiyi. Diaqonal kəsiyi, baxın, prizmanın bir yan üzərində olmayan iki yan tilindən. Məsəl üçün, nümunə olaraq göstərək ki, baxın, bu hissədə diaqonal kəsin. Bir üzə aid olmayan, buradakı yuxarıdakının diaqonalı, üçbucağın diaqonalı olmadığına görə orada göstərmək mümkün olmur. Burada da bunun diaqonalı seçir, yəni çoxbucağın diaqonalı. Sonra buradan bir dənə müstəvi keçidən nə olur? Bu olur artıq diaqonal kəsiyi. Üçbucağın niyə görə olmur? Çünki n-in yerinə 3 qoyanda 0 alınır da. Burada ona görə də üçbucağın diaqonal kəsiyi, üçbucaqlı prizmanın diaqonal kəsiyi olmur. Sonra gəlir prizmanın növləri. Mail prizma oturacaq müstəvisi ilə, baxın, müəyyən bir alfa bucağı altında olur. Düz prizmada isə 90 dərəcə olur. Baxın, mail prizmanın yan tili oturacaq müstəvisi ilə alfa bucağı əmələ gətirir. Və hündürlük bərabərdir L vurulsun sinus alfa. Çünki buradan yaza bilərik ki, sinus alfa nə deməkdir? Qarşıdakı katet böl hipotenüzdür. Buradan məxrəcdən bir artırsaq, h bərabər olacaq, e sinus alfaya bərabər olacaq. Davam eləyək. Deməli, mail prizmanın yan üzləri paraleloqramdır. Bu məlum məsələ. Mail prizmanın yan tilinə perpendikulyar müstəvi ilə kəsinə perpendikulyar kəsi. Baxın, deyilir ki, mail prizmanın yan tilinə perpendikulyar müstəvi ilə. Perpendikulyar, baxın bu formada. Perpendikulyar müstəvi ilə kəsinə nə deyiləcək? Perpendikulyar kəsi deyiləcək. Baxın, diqqət edin. Perpendikulyar kəsi. Nəyə görə? Çünki burada bizə lazım olacaq. S yanı hesablanmaqdan ötürü perpendikulyar kəsiyinin, yəni ki, burada yaranan fiqurun
Bunun perimetri üçbucaqdır da indi orada. Üçbucağı vururuq nəyə? Tilin uzunluğu. Elimiz də nədir? Tilin uzunluğudur. Yan tilin uzunluğudur. S tam da təbii olaraq S yan və 2 dənə oturacaq olduğuna görə 2 dənə S oturacaq. Həcmi oturacağın sayısı vurulsun hündürlük. Baxın hündürlük L yox, hündürlük və ya həcmin necə tapmaq olar? S perpendikulyar kəsiyi vurulsun L formasında tapmaq olar. Sonra gəlir düz prizma, yəni oturacaq müstəvisi, yan tili oturacaq müstəvisi ilə 90 dərəcə əmələ gətirən prizmaya deyilir və yaxud da yan tilləri oturacaq müstəvisinə perpendikulyar olan. Baxın, diqqət yetirin. Prizmanın yan tilləri hamısı bir-birinə bərabərdir və nədir? Prizmanın hündürlüyüdür. Ümumiyyətlə, prizmanın hündürlüyü nədir? Bu, 2 dənə oturacağı arasındakı məsafədir. Və S yan P oturacaq vurulsun H olur. Yəni, oturacağındakı fiqurun perimetrini vururuq nəyə? Hündürlüyü. S tamdakı bayaq kimi S yan üstəgəl 2S oturacaq. Həcmi də ki, S oturacaq vurulsun nə? H. Ümumidən yaranan bir şey. Daha sonra bunları da qeyd elədik. Keçək paralelpipedə, yəni ki, prizmanın növünə, digər başqa növünə. Düzbucaq paralelpipeddə oturacaqları düzbucaqlı formasındadır. Baxın, oturacağı paralelogram da olur və yaxud da düzbucaqlı da olur. Amma özlər düzbucaqlıdır mütləq şəkildə. Və bizdə burada təpə nöqtələrin sayı 2 eynidir prizmada. 2 vurulsun 4. Çünki 4 bucaqlı prizmadır bu. 4 dənə yuxarıda təpə var, 4 dənə də aşağıda. Eləyir neçə? 8 dənə. Tillərin sayı 4 dənə yan hissədə, 4 dənə yuxarıda, 4 dənə aşağıda. 3 ilə hesablanır da olur nə? 12. Üzlərin sayı isə 4 dənə yan hissədə, 2 dənə də oturacaqlarda olur 6 dənə. Diaqonalların sayı n vurulsun n-3 idi. 4 bucaqlının növü olduğuna görə 4 vurulsun 4-3. 4-3 1 eləyir. 4-ü 1-ə vuranda 4. Diaqonal kəsiyi bölürdü 2 ilə. 4-ü də 2 ilə bölündə eləyir nə? 2. Gəlir S yan bərabər 2C vurulsun A plus B niyə görədir? S yan bərabər edir P vurulsun H-a. Burada bizim H-ımız nəyə bərabərdir? L-ə bərabərdir. P nədir? P oturacağının perimetri deməkdir. Oturacağı bunun nədir? Düzbucaqlıdır. 2 vurulsun A üstəgəl B-dir də düzbucaqlının. Ona görə də S yan bərabərdir 2 vurulsun A plus B. Bizim elimizi burada nə oynayır? El və yaxud da H nə oynayır? C rol oynayır. Vurulsun C. Ona görə də 2C vurulsun A plus B-dir. Sonra S tam isə S tam. S yan üstəgəl 2S oturacaq idi. S yanımız 2C vurulsun A üstəgəl B idi. Oturacağımız da ki bizim nədir? Düzbucaqlıdır. Düzbucağın sayısı nədir? A vur B-dir. Olacaq nə? 2AB. 2-ni çıxardacaq. C-ni A-ya vuracaq AC. C-ni B-yə vuracaq BC. Üstəgəl buradakı 2-ni də çıxardanda AB qalacaq. Olacaq 2 vur AC. Üstəgəl BC. Üstəgəl AC. Həcmi isə S oturacaq. Vurulsun H idi. Oturacaq AB oldu. H-dakı C oldu. Ona görə ABC olur. Diaqonalı isə kök altına A kvadratı, CL B kvadratı plus C kvadratı. Niyə görə? Çünki bu diqqət etirsək, görək ki, oturacağı bu nədir? Düzbucaqlıdır. Düzbucağın diaqonalı nədir? Kök altına A kvadratı üstəgəl B kvadratı. Burada nədir? C-dir. Piqor teoremini yenidən tətbiq eləsək, kök altında A kvadratı üstəgəl B kvadratının kvadratını eləyəcək. A kvadratı üstəgəl B kvadratı üstəgəl C kvadratı. Bərabər nəyə? D kvadratına. Oradan da D-ni tapanda kökə salırıq. Düzbucaq paralelpipedin düzbucaqlıda olduğu kimi xaricinə çəkmək olur kürə və radiusu diaqonalının yarısı olur. Və kub nədir? Bütün tərəfləri, tilləri bir-birinə bərabər olan düzbucaqlı paralelpipedin növüdür. Yan hissələri kvadrat olduğu üçün kvadratın sayısı nədir? A kvadratıdır. Yanda neçə dənə üz olur? 4 dənə üz olur. Ona görə 4A kvadrat. Tamda 2 dənə də oturacağı var deyə 6A kvadratı. Həcmi də ABC yox. ABC hamısı eynidir. A kubu. Diaqonalı A kökdür və diaqonal kəsiyi. Diaqonal kəsiyi baxın. Bura nədir? Diaqonalıdır. Bu nədir? A kök 2-dir. Bura nədir? A-dır. A kök 2-nin A-ya vuranı nə eləyir?
A kvadratı kök altında 2. Və kubu da kvadratda olduğu kimi həm daxilinə, həm xaricinə kürə çəkmək olur. Daxilinə çəkəndə tərəfin yarısı, bu onsuz kvadratda da olduğu kimi idi. Və xaricinə çəkəndə diaqonalın yarısı. Diaqonal burada A kökdə 3 olduğunca A kökdə 3-ün yarısı olacaq. Sonra gəlir piramida. Piramidada baxın diqqət yetirin, bir dənə yuxarısı təpə nöqtəsi var. Bizdə 5 bucaqlı piramida deyəndə aşağıda 5 dənə olur. 3 bucaqlı piramida deyəndə 3 dənə. N dənə də nə var? N bucaqlı deyəndə N dənə də aşağıda, bir dənə də yuxarıda. Ona görə təpə nöqtənin sayı nə olur? N plus 1 olur. N dənə yan hissədə var, N dənə aşağıda til var. Tillərin sayı ona görə 2N olur. Üzlərin sayı N dənə yan hissədə olur, bir dənə də aşağıda oturacaqdır. N plus 1. Diaqonal kəsikləri eynidir. N vurulsun N minus 3 bölünsün 2. Sonra piramidanın yan səthinin sayısı 2-də 1 P oturacaq burasının L-dir. S tamı S-dən üstəyə S oturacaqdır və həcmi də nədir? 3-də 1 S oturacaq burasının H-dır. Sonra davam eləyək. Baxın, burada düzgün piramidanın nə olduğu deyilir. Deyilir ki, oturacağı düzgün çoxbucaqlı. Ümumiyyətlə, düzgün piramida oturacağı düzgün çoxbucaqlı olan. Hündürlüyünün oturacağı çoxbucaqlının mərkəzi ilə üst-üstə düşən piramidaya düzgün piramida deyilir. Piramidanın yan üzlərinin hündürlükləri bərabər olarsa. Baxın, yan üzlərinin hündürlüklərinə apofem deyilir. Apofem yan üzünün, bir yan üzünün hündürlüyüdür. Və burada da L kvadratı üstə L kvadrat bərabəri Pifaqor teoremi tətbiq edirlər də. Balaca L kvadratı üstə H kvadrat. Buradakı R nədir? Həmin bu bir üzdə olan üçbucağın daxilinə çevirən radiusudur. Yan üzlər oturacaq müstəvisi ilə eyni bucağı əmələ gətirir. Hündürlük oturacağın daxilinə çəkilmiş çevirən mərkəzinə düşür. Baxın, daxilinə çəkilmiş çevirən mərkəzinə. Və bu yadınızda qalsın, çünki misallarda tətbiq olunur. Piramidanın yan tilləri bir-birinə bərabər olarsa, R kvadrat H kvadrat bərabərdir C kvadratı. Bu da Pifaqor teoremindən alınan nəticədir. Yan tillər oturacaq müstəvisi ilə eyni bucağı əmələ gətirir. Hündürlük oturacağın xaricinə çəkilmiş. Burada xaricinə çəkilmiş çevirən mərkəzinə düşür. Gələk üçbucaqlı piramidanın yan tilləri perpendikulär olarsa. Yan tillər perpendikulär olarsa, yaranacaq burada düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın sayısı nədir? K tilləri hasilinin yarısı. Yəni A vur B bölü 2, B vur C bölü 2. Bir də arxa tərəfdə nə var? A vur C bölüsü 2. S-yə ona görə 2-də 1-i çıxardırlar mötərizə xaricində. AB üstə gəl AC üstə gəl BC olur. Həcmi də ABC bölünsün 6 olacaq. Sonra gəlir düzgün tetraeder. Üçbucaqlı piramidanın növüdür və bütün tilləri bərabər olan üçbucaqlı piramidadır. Baxın, bütün üzlər nədir? Bərabər tərəfli üçbucaqdır. Bax, buna diqqət edin. Bütün üzlər bərabər tərəfli üçbucaqdır. Yəni bütün tillər bir-birinə bərabərdir. H-ı A kökdə 6 bölü 3-dür. Oturacağının sahəsi üçbucağın sahəsidir. Üçbucağın sahəsi nədir? Kökdə 3 A kvadratı bölüsün 4 idi. S yan niyə görə 3 vurulsun? Çünki yan hissədən neçədən tetraederin neçədən üzü olur? Yan hissədə 3 dənə olur. Ona görə 3-ə vururlar. S tamda isə 4 dənə üzü olur. 4-ə vuranda bu 4 ilə buradakı 4 ixtisar gedir. Ona görə 3 kökdür. Baxın bu hissədə. Bunu 4-ə vururuq. Ona görə kökdə 3 A kvadratı qalır. 4-lər ixtisar gedir. Sonra həcmi də A kubu kökdə 2 bölü 12 olacaq. Daha sonra tetraederin daxilinə və xaricinə çəkilmiş kürələrin radiusları A kökdə 6 bölü 4, sonra A kökdə 6 bölü 12 olacaq. Baxın, burada da bu üçbucaqda olduğu kimi məxrəc 3, 4, sonra da 12. Ən uzun hündürlüyü də A kökdə 6 bölü 3-dür. Sonra böyük yerdə A kökdə 6 bölü 4-dür və balaca yerdə A kökdə 6 bölünsün 12 olacaq. Buna da diqqət etmək lazımdır, bu mövzuya ümumiyyətlə diqqət etmək lazımdır ki, imtahan 11-ci sinifin buraxılış suallarından biri bu düşə bilər, yəni ki.